Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Növbəti kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı ətrafdadır. Aparıcınızla 7A sinif şagirdi Xudavərdiyeva Nərgiz və mən 5A sinif şagirdi Qurbanzadə Rızma. Bugün Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Bağırov Allahverdi Teymur 22 aprel 1946-cı ildə Ağdamda anadan olub. O, orta təhsilini Ağdam şəhər bir saylı məktəbdə alıb. Küçük yaşlarında idmana, xüsusən də futbola, yüngül atletika və voleybala böyük həvəsi olub. Allahverdi Bağırovun məktəb illərində və sonraki vaxtlarında idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdam komandasının qələbə qazanmasında böyük rolu olub. Allahverdi Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özül müdafiə dəstələrinə yaxından köməklik edib. 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun rəhbərliyi altında yaradılıb. Eldar Bağırov rəhbərlik etdiyi hərbi hissə Ağdam ərazili özül müdafiə taburu idi. 760 nəfərlik batalyon Vətən Oğulları adlanırdı. Qeyd etmək lazımdır ki, 1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda da Azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. 1991-ci ildə Eldar Bağırov Bakıda baş tutan Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyona rəhbərlik edib. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabur Naxçıvanlı kəndində uğurlu əks-hücum əməliyyatı həyata keçirib. Onun komandalığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyatlar nəticəsində Kürcamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb. Kətil kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub. Cəmisi 2 saat çəkən əks-hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra o, General Məhəmməd Əsədov adına mükafata layiq görülüb. Allahverdi Bağırovun hərbi uğurlarından biri də 1992-ci il 12 iyul Aranzəmi döyüşündə olub. Aranzəmi kəndi uğrunda döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əskərini məhv edib və 10 düşmən əskərini əsir götürüb. Onun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərini döyüş meydanından çıxarılmasında və Azərbaycanlı əsirlərin işğalçı əskərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidmətləri olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonunda 300 nəfər həlak olub. Allahverdi Bağırov 3 gün ərzində 1300 Xocalı əsirinin ermənilərin əlindən xilas edilib. Bu əməliyyatdan 2 gün sonra iyunun 14-də Ağdamı çağırılan Allahverdi Bağırov maşını Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Azərbaycan Respublikasının prezidenti 24 fevral 1993-cü il tarixli 476 sayılı fərmanı ilə Bağırov Allahverdi Teymur ölümündən sonra Azərbaycan milli qəhrəmanı adına layiq görülüb. Ümumili lider Heydər Əliyev 1998-ci il fərmanı ilə Allahverdi Bağırov Qızıl Ulduz medalı ilə təltif olunub. Həmçinin bugün aprelin 22-si böyük bir bayram BMT-nin himayəsi ilə bizim hamımızın doğma evi Beynəlxalq Ana Yer Kürəsi günü qeyd edilir. Bu bayram 22 aprel 2009-cu ildə BMT-nin Baş Assambleyasının 60-cı sessiyasında təsis edilmiş və 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. Baş Assambleyanın 63-cü sessiyasında sədri Miguel Escoto-Brockman bildirmişdir ki, bu beynəlxalq günün qətnamada yer alması, yerin və onun ekosistemi bizim evimizin olması, insanlığın həyat verməsinin təzahürüdür. Qətnamada həmçinin bildirir ki, ana yer termini bir çox ölkələrə qəbul olunmuşdur və
İnsan, yer planeti və onun ekosistemləri arasındakı əlaqəni əks etdirir. BMT-nin bütün üzv ölkələrində beynəlxalq və qeyri-hökumət təşkilatlarına beynəlxalq ana yer kürəsi günü qeyd etməyi tövsiyə edən Baş Assambleyaya bu bayramın artıq hər il bir çox ölkədə qeyd olunduğunu diqqətə çatdırılır. Şimal yarımkürədə yer kürəsi günü yazda, cənub yarımkürədə isə payızda qeyd olunur. Bu ümumdünya aksiyasının əsas məqsədi cəmiyyətin və hər bir insanın yer problemlərinə, onun ətraf mühitin problemlərinə diqqətini cəlb etməkdir. Bizim yer kürəmiz necədir? Hesablamalara görə yer kürəsinin 4,5 milyard il yaşı vardır. Bugün hər kəs öz həyətinin küçəsində yaşıllaşdırılmasında, abadlaşdırılmasında iştirak edə bilər. 22 aprel ana yer kürəsi günü yaz bərabərliyi günündə qeyd olunan yer günü kimi planetin bütün yaşayış məsələlərində yaşayan hər bir sakinə bizim böyük ortaq evimizə minnətdarlıq etmək imkanı verir. Hər il dünya ölkələrinin alimləri bugün də dərin masa arxasında qlobal ekoloji problemləri müzakirə etmək üçün toplaşırlar. Müxtəlif ölkələrdə fərqli aksiya və tədbirlər keçirilir. Bunlar konferanslar, sərgilər, şəhərin ən işlək küçələrində avtomobil hərəkətinin dayandırılması, ərazilərin təmizlənməsi və ağacların əkilməsidir. Gəlin biz də dünyamızı, yer kürəmizi, öz yurdumuzu, yuvamızı qorumaqda əlimizdən gələni əsirgəməyək. Hörmətli Biladro göndəriciləri, bugünkü efirimizin sonuna yaxınlaşdıq. Növbəti efirlərdə görüşənədək sağ olun, salamat qalın.